Seymur Baycan, Yeniyetmə Çoban, hekayə. İmranın atası Cəsarət uzun illərdir Stepan Razin adına kolxozun qoyunçuluq fermasının baş çobanıdır. Müqəddəslər kimi saç saqqalı tamam ağarmış Cəsarət 2 oğul, 3 qız atasıdır. İmran onun 4-cü uşağıdır. Cəsarət fermadan evə dincəlməyə gələndə uşaqlarına uzun illərdən bəri çobanlıq həyatında rast gəldiyi maraqlı əhvalatlar danışardı. Uşaqlar da həvəslə atalarına qulaq asardılar. Ailə yatmağa hazırlaşanda İmran atasına deyərdi: "Ata, məni də özünlə fermaya apar." "Hələ tezdir oğlum, hələ tezdir. Lazım gələndə apararam. İndi sənə oxumaq lazımdır." "Həmişə deyirsən hələ tezdir. Mən böyümüşəm, evdə hər işi görürəm. İnanmırsan anamdan soruş." "İnanıram oğlum, inanıram. Get yat. Gecdir. Sabah danışarıq." Səhər İmran yuxudan oyananda atasını evdə görməzdi. Cəsarət sübhdən fermaya gedər, bir də 15, bəzən 20 gündən sonra evə gələrdi. Onun gəlişini İmran səbirsizliklə gözləyərdi. Atası evə gələndə İmran ona çoban həyatı barəsində çoxlu suallar verərdi. Aldığı cavablardan İmran biraz da həvəslənərdi, yenə də atasından onu da özü ilə fermaya, qoyunların yanına aparmasını xahiş edərdi. Cəsarət isə hər dəfə oğlunun xahişinə eyni cavab verərdi. "Hələ tezdir oğlum, hələ tezdir. Lazım gələndə apararam. İndi sənə oxumaq lazımdır." Bir dəfə Cəsarət dediyi sözün üstündə durdu. Bu zaman İmranın 12 yaşı tamam olmuşdu. Ancaq o yaşına uyğun olmayaraq bədənli və qüvvətli idi. Bir səhər İmran odun doğrayarkən onun baltanı necə qüvvətlə və böyüklərə məxsus bir tərzdə qaldırıb endirməsini görəndə Cəsarət bir ata kimi fərəh hissi duymuş, oğlunun zəhməti olan məhəbbətini ürəkdən bəyənmişdi. Cəsarət odun doğrayan oğluna baxaraq öz-özlüyündə düşünmüşdü: "Belə uşaq heç vaxt çörəksiz qalmayacaq. Bir dəqiqə boş dayanmır, elə bil yekə kişidir. Yox, deyəsən bu uşaqdan nəsə bir şey çıxacaq." Həmin günün axşamı İmran növbəti dəfə atasından onu da fermaya aparmasını xahiş edəndə Cəsarət bu dəfə razı olduğunu bildirdi və arvadı Qətibəyə uşağın əşyalarını hazırlamağı tapşırdı. Səhər tezdən yola çıxacaqlarından yatağa tez uzandılar. Cəsarət gözünü yuman kimi yuxuladı. Şadlığından həyəcanlanmış və buna görə də yuxusu qaçmış İmran isə ancaq gecədən xeyli keçmiş yata bildi. Səhər anası onu güclə yuxudan oyatdı. O gözünü aça bilmirdi. Anası bir neçə dəfə İmran, İmran deyib onu bərk silkələdi. "Qoy biraz da yatım." İmran o biri böyrü üstə çevrilib yorğanı başına çəkdi. "Atan gedir bala, sonra demə ki səni oyatmadım." Anasının sözlərini eşidən İmran yerindən dik qalxdı. Dünənki söhbətlərin hamısı bir anda yadına düşdü. Ata və oğul evdən çıxanda hava hələ işıqlanmamışdı. Bu vaxtda el arasında itlə qurd bir-birindən seçilməyən vaxt deyirlər. Onlar kəndi mərkəzinə kolxoz idarəsinin qarşısına gəldilər. Köhnə bina ağdaşdan tikilmişdi, ancaq ağdaşlar qaralıb torpaq rəngi almışdı. Daşlar bir-birinə elə yapışmışdı ki, elə bil bina bircə daşdan düzəldilmişdi. Qaz 53 markalı yük maşını yanında 5-6 adam dayanmışdı. Onlar Cəsarəti görəndə ədəblə salam verdilər. "Sabahınız xeyir olsun Cəsarət əmi." "Sizin də hamınızın sabahınız xeyir olsun." Qaz 53 markalı maşının yanında dayanmış adamlardan biri Cəsarətə sual verdi. "Cəsarət əmi, bu balacanı nə əcəb belə səhər tezdən yuxudan eləmisən?" "Bu balaca çoban olmaq fikrinə düşüb, fermamızı görmək istəyir. Tadeylə atasının sənətini davam etdirmək istəyir." Cəsarət sürücünün yanına gəlib soruşdu. "Oğlum, birazdan gün çıxacaq, niyə yola düşmürsən?" "Cəsarət əmi, zootexniki gözləyirik," deyib mənsiz fermaya getməyin. Fermada nəsə vacib işi var. Bu zaman təxminən 27-30 yaşlarında uca boy, uzun sifət, arıq bir gənc onlara yaxınlaşıb ucadan salam verdi. Bu zootexnik idi. Zootexnik əl verib, ərinmədən bir-bir hamı ilə görüşdü. Növbə İmrana çatanda təəccüblə soruşdu. "İmran, sən hara belə?" "Atamla gedirəm." "Çoban olmaq fikrinə düşüb. Çoxdandır baş beynimi aparırdı ki, atam məni də özünlə fermaya aparır. Quzu otarmaq istəyirəm. Budur, mən də aparıram. Görək orada nə eləyəcək." "Nə olar, həvəsi var sapar. Baxsın, görsün çobanlar necə yaşayırlar. Ancaq Cəsarət əmi, İmrana demisənmi, çobanlıq o qədər də asan iş deyil. Çöldə yağışın, dolunun altında hər cür əzab-əziyyətlə qarşılaşmaq lazım gəlir. Hələ mən canavarlardan danışmıram." "Demişəm oğlum, demişəm. Canavarlardan da danışmışam ki, bəlkə qorxub həvəsdən düşə. Yaxamdan əl çəkə. Ancaq mən danışdıqca o daha da həvəsləndi. İndi budur, görürsən, özümlə aparmağa məcburam." Cəsarət bu sözləri deyib maşının kuzovuna qalxdı. Əlini uzadıb oğlunun da kuzov qalxmasına kömək etmək istədi. Lakin İmran ayağını Qaz 53 markalı maşının dal təkərinin üstünə qoyub cəld yuxarıya dırmaşdı. Onun ardınca adamların hamısı bir-bir maşına mindi. Zootexnik hamıdan savadlı olduğuna görə kabinada oturdu.
Sürücü başını kabinanın pəncərəsindən çölə çıxarıb arxaya baxdı. Hamının maşına mindiyini, yerdə heç kimin qalmadığını görəndə motoru işə saldı. Stepan Razin adına kolxozun qoyunçuluq ferması kənddən 35 kilometr aralıda atsız çölün ortasında yerləşirdi. Yol rahat deyildisə də sürücü məsafəni tez qət etmək üçün maşını sürətlə sürürdü. Yol boyunca irili xırdalı təpələr gözə çarpırdı. Budur, qarşıda görünən böyük bir təpənin arxasında səma qırmızı rəngə boyanmışdır. Maşın bu təpəyə yaxınlaşdıqca günəş də yavaş-yavaş təpənin arxasından boylanırdı. Kolların dibindən pırıltı ilə qalxan quşlar yenidən irəlidə kolların üstünə qonurdular. Hərdən burunlara yovşanın iyi gəlirdi. Maşın fermaya çatanda günəş artıq öz şüalarını atsız çölün hər tərəfinə yaymışdı. Düzənlikdə uzun qulaqlar bir-birini qovaraq anqırışırdılar. Otlayan atlar başlarını qaldırıb qulaqlarını şəkillədilər və maşına tərəf baxdılar. Cəsarət maşından düşüb oğlu ilə birlikdə çoban yoldaşlarının yanına gəldi. Onun başçılıq etdiyi briqada özü ilə birlikdə 7 nəfər çobandan ibarət idi. Başlarına iri qıllı papaq qoymuş çobanlar İmranın fermaya gəlişinin məqsədini biləndə ürəklə dedilər: "Tək həvəs olsun, öyrətmək bizim boynumuza. Nə biliriksə, hamısını ona öyrədərik." Ferma 4 hissəyə bölünmüşdü. Birinci hissə doğum evi adlanırdı. İkinci hissədə quzuları, üçüncü hissədə böyüyüb boya başa çatmış qoyunları saxlayırdılar. Dördüncü hissədə isə çobanlar özləri yaşayırdılar. Elə gəldiyi günün axşamı İmran maraqlı bir mənzərə ilə qarşılaşdı. Çobanlar qoyunları fermanın üçüncü hissəsinə doldururdular. Qoyunlar da mələşə-mələşə fermanın üçüncü hissəsinə doluşurdular. Əlində böyük dəyənək tutmuş orta yaşlı bir çoban İmranı hədsiz dərəcədə təəccübləndirdi. Həmin çoban yanından keçən qoyunların bir-bir adlarını sadalayırdı. İmran çobanın hər bir qoyunu adı ilə tanımasına heyrətləndi. Gecə yatağa uzananda o bu barədə atasına sual verdi. Cəsarət gülümsəyib dedi: "Kənardan hər iş adama asan görünür. O çoban ki sürüsündəki qoyunların hamısını sifətdən tanımadı, daha onun harası çobandır. Çoban gərək otardığı qoyunların hamısını bir-bir tanıyan. Bir də görürsən ki, bizim sürü ilə başqa sürünün qoyunları qarışdı. Kənardan baxan, işi bilməyən adam fikirləşir ki, indi bu qoyunları görəsən bir-birindən necə ayıracaqlar? Ancaq bizim üçün burada çətin iş yoxdur. Əsl çoban öz qoyunlarını lap 10 sürünün də içindən seçib ayırmağı bacarmalıdır. Darıxma, sən də yavaş-yavaş bütün qoyunları bir-bir tanıyacaqsan. Qoyunları tanımaq toyuqları tanımaqdan asandır. İstəyirsən inan, istəyirsən inanma. Mənim rəhmətlik bibim fermadakı hər toyuğu üzdən tanıyırdı.